Əllamə Təbətəbai Qur'anın yer üzündə təkəbbürlə yerimi ayələrinin təfsirində vurğulayır ki, təkəbbür zahiri hərəkətdən əvvəl qəlbdə yaranan bir özünü üstün görmə halıdır. İnsan zəif olanda ehtiyacını hiss etsə belə, gücləndiyi zaman ehtiyacını unudur. Qur'anda bir məna qeyd olunur. İnsan özünü ehtiyatsız gördükdə azğınlaşır. Ayətullah Həsənzadə Amili deyirdi ki, təkəbbür elmdən yox, qəlbin boşluğundan yaranır. İnsan daxilən dolu deyilsə, özünü böyütməklə doldurmağa çalışır. Yəni insan sakit də ola bilər, az da danışa bilər, amma daxilində başqalarını kiçik görürsə, bu artıq təkəbbürdür. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insanın səssizliyi iki cür olur. Biri düşüncədən və dərinlikdən gələn səssizlik, digəri isə özünü böyük görüb başqalarını dəyərsiz saymaqdan gələn səssizlik. Əllamə Qazi deyirdi ki, özünü tanıyan insan başqasını aşağı görə bilməz. Çünki öz zəifliyini görür. Ona görə də təmkinli insanın daxilində həmişə bir təvazö olur. Əllamə Qazi haqqında nəql olunur ki, tələbələrinin yanında özünü heç vaxt üstün mövqedə qoymazdı. Hətta deyirlər, bəzi hallarda sualları elə cavablandırardı ki, qarşı tərəf özünü kiçik hiss etməsin. Ayətullah Beysət ağanın həyatından nəql olunur ki, çox vaxt danışmaz, amma danışanda sözləri birbaşa qəlbə təsir edərdi. Tələbələri deyirdi ki, onun sükutunda belə bir rahatlıq vardı. Ona görə də təmkinli insanın yanında olduğun zaman sıxılmırsan, əksinə sakitləşirsən. Təkəbbürlü insanın yanında isə danışmasa belə bir məsafə və soyuqluq hiss olunur. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, haqqı deməmək hər zaman təvazö deyil. Bəzən insan danışmır, çünki nəticədən qorxur. Bu halda səssizlik təmkin sayılmır. Təmkin o zaman olur ki, insan danışa biləcəyi halda hikmətlə susmağı seçir. Bəzən insan özünü qorumaq üçün məsafə saxlayır. Bu da dərhal təkəbbür sayılmamalıdır. Əgər bu məsafənin səbəbi qarşı tərəfin zərər vermə ehtimalıdırsa, bu artıq hikmətdir. Əllamə Təbətəbai Əl-Mizan təfsirində insanın daxili aləmini izah edərkən göstərir ki, insanın ruhunun daxilində müəyyən hisslər var və bu təsadüfi deyil. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insan ağrı içində olanda diqqəti yalnız problemə yönəlir. Yəni sən dərdi görürsən, amma dayağı görmürsən. Qur'an buyurur, onlar yer və göydə nə qədər nişanələrdən keçirlər, amma onlardan üz çevirirlər. İrfanda deyilir ki, insanın kimlə oturub durması onun sadəcə həyat tərzini yox, qəlbinin istiqamətini müəyyən edir. Əllamə Təbətəbai Əl-Mizan təfsirində insanın mühitini belə izah edir. İnsan tək başına formalaşmır. İlk öncə mühit onun baxışını dəyişir, baxış isə onun yolunu dəyişir. Yəni sən kimlə oturursansa, bir müddət sonra onun kimi düşünməyə başlayırsan. Ayətullah Həsənzadə Amili deyirdi ki, insan ruhuna uyğun olanı hiss edir. Oxşar hallar isə cazibə yaradır. İnsan zülm görəndə daxilində haqq hissi oyanır. Lakin nəfs bu hissi özünə çəkdiyi üçün intiqama çevirir. İnsan bəzən haqq üçün qəzəblənmir, qəlbinin yarası üçün qəzəblənir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insan özünü zəif hiss edəndə itirdiyi dəyəri geri qaytarmaq istəyir. Əllamə Qazi məktəbində deyilir ki, nəfs başqasını vasitə kimi gördüyü üçün istifadə və idarə etmək istəyir. Qəlb isə başqasını məqsəd kimi gördüyü üçün anlayır və dəyər verir. Yəni insan istifadə etməyə başlayanda artıq qarşısındakını insan kimi görmür. Qur'an buyurur, pisliyin cəzası onun kimidir. Amma kim bağışlasa və islah etsə, onun mükafatı Allahdandır. Sənin qəlbini azad etmə duyğun onları cəzalandırmaq istəyindən yüksək olmalıdır. Əks təqdirdə insanın narahatlıqdan başqa bir şey gətirmir. İnsan nəfsindəki qürur səbəbilə səhvini etiraf etmək istəmir və səhvini qəbul etdiyi zaman çox vaxt qəzəb, müdafiə mövqeyi alır. Ayətullah Behçət ağa yazırdı ki, insanın səhvini qəbul etməməsi onun daxili ziddiyyətlərinin və güvənsizliyinin xarici əlamətidir. Qarşımızdakı insan əgər öz yanlışlarını qəbul etmirsə, irfan alimləri bunu dərhal tənqid etmək və ya qəzəbə qapılmaqla həll etməyi məsləhət görmürlər. Əllamə Qazi deyirdi ki, insanın səhvini zorla qəbul etdirmək əks effekt verir. Ayətullah Həsənzadə Amili vurğulayır ki, insanlara öz səhvlərini izah etmək üçün əvvəlcə ruhlarını hazırlamaq lazımdır. İnsan qarşısındakının səhvini görərkən daxili qəzəbə və məyusluğu idarə etməlidir. Əks halda həm öz ruhani inkişafına ziyan gətirir, həm də qarşı tərəfi müdafiə mövqeyinə itələyir. Son olaraq çox bəyəndiyim bir ifadə var. Səhvini gizlətməkdən qorxan da, qəlbini açan da hər ikisi bir yolçudur. Arif isə bu yolda işıq olmaqla həm özünü, həm də başqasını tanıyandır. Çünki ariflər bilir ki, hər kəs öz ruhunun sınağı içindədir.